PDRN. Sağımız solumuz son günlərdə PDRN olub. Nədir bu PDRN? Nədə diqqətli olmalıyıq? Necə seçməliyik? PDRN somon DNAsından alınan bir komponentdir və dəri keyfiyyətini yaxşılaşdırmaq üçün işləyən bir tərkibdir. Diqqətli olmalı olduğumuz məqam onun dozasıdır. İşlək doza, yəni dərimiz tərəfindən mənimsənən doza 0,1, 0,3% olmalıdır, xüsusilə serumların tərkibində. Bəzi serumlarda bu 5, 10, 15% PDRN kimi göstərilir. Bu sadəcə reklamdır. 15% PDRN daha yaxşı olacaq mənasına gəlmir. Əksinə, bu faizlərdə PDRN dərimiz tərəfindən əminmir, dərimiz tərəfindən mənimsənilmir. Bir balaca marketinq oyunudur. Burada diqqətli olun. Seçəndə mütləq tərkibinə baxın. Və təbii ki, heç bir tərkibdən möcüzə gözləmədiyimiz kimi bu tərkibdən də möcüzə gözləmirik. Bəli, işləyir, amma davamlı istifadə, rutin bir şəkildə istifadə tələb edir.